Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hamınızı xoş gördük. Bugün mən bildiyiniz kimi keçən verilişimin davamını eləyəcəm. Həsr olunacaq xaricdə bizim diplomatların fəaliyyəti, bir də xaricdə bizim diasporaların fəaliyyəti. Əvvəlcə verilişə keçmədən qabaq xahiş edirəm ki, abunə olub rəylərinizi bildirin. Çünki bəzi trollar orada söyüş yazırlar, eybi yoxdur. Söyüş iki tərəflidir, özünə də qayıda bilər. Özünə hörmət eləyən adam söyüş söyməz, təhqir eləməz. Mən burada təhqir eləmirəm. O təhqir eləyən ailəsini tanımır. Bir zaten o deyirəm. Dostlar, son vaxtlar bu bildiyiniz kimi bizim bu diplomatların fəaliyyəti ilə əlaqəli mənim araşdırmalarım olur. Ay cəmaət, ay mənim gözəl xalqım. Bunu mən demirəm. Bunu zaman göstərir. Bax, İraqda bir səfirimiz əli qandallı gətirildi. 5000 dənə viza satmışdı. İraqdakı üzr istəyirəm. Serbiyadan gətirildi, qandallı. Yekaterinburgdan gətirildi, əli qandallı. Yəni, hökumət bilir, ha, dövlətimiz bunu bilir, ondan sonra bunları gətirir. Qardaşım, Sankt Peterburgdan birin biabırçı vəziyyətdə apardılar. Pamperslə, çox pis vəziyyətdə. İndi qalan mən adamların fəaliyyətləri də burada alverlə məşğul olurlar. Moskvada səfirliyin nümayəndələri Dubrovka bazarına brend mallar gətirirdilər. Hardan idi? O özdəydi o Nissan Tiana maşını qırmızı nömrə ilə. Mən o gün bir dəfə də o Karnival idi, ya bir Kia Karnival idi, ya Sarent idi. Bu məlum məsələdir. Ora muzeyə gəlmir. Özdəkdə yekə upakovka ilə çıxırdılar. Bu tərəfi. İkinci bir tərəfi. İndiyə qədər hansı bir diplomat desin ki, onun bir işi qənaət bəxş olur. Yox. Hamısı alver. Dövlət təhqir olunur, səsini çıxartmırlar. Millət təhqir olunur, səsini çıxartmırlar. Prezident təhqir olunur, səslərini çıxartmırlar. Qardaş, bunlar burada nə üçündür? Ancaq maaşlarını gözləyirlər. Ya Akşin, mən sənə deyirəm. Sənə mən zəng elədim. Dedim, Vernaskıda qoyun şəkli, prezidentin şəkillə bir yerdə, tabloda. Sən nə reaksiya verdin ona? Nos, nə deyir, o eləyirlər də. Ay, vicdanın olsun, Sən boynun o qədər yağlanıb ki, dönə də bilmirsən, maşına da minirsən. Minə bilmirsən daha doğrusu. Son vaxtlar bizim bu soydaşlarımızla yaman dadanıb bu səfirliyə. Akşinlə şəkil çəkdirmə. Ya bu Akşin nədir? Jennifer Lopez'si, Michael Jackson'dur, nədir? Öz yerdə şəkil çəkdirib qoyurlar statusuna, bununla fəxr eləyirlər. Kimi qabaqda oturacaq, onu çəkdirirlər bir dəstə. Qoyurlar statusuna. Pakazuxa. O günlər o Bəxtiyar müəllim dəstəsi ilə qabaqda oturub, sırası statusa. Çünki sabah deyəcək ki, getdik, görüşdük. Biri gəlir, səfirlə əlində armudu sıçan şəkil çəkdirir, qoyur statusa ki, mən getdim, səfir qəbul elədim. Belə-belə PR-lar çoxdur. İndi keçək diasporlar haqqında, sonra mən əlavə eləyəcəm bu şeyləri. Yoldaşlar, əvvəlcə başlayaq bizim əkəmiz, əkəbalamız Xanoğlanla. Xanoğlan müəllim qeyb olub, yoxdur ortada. Bilmirəm, qastroldadır, bilmirəm, festivaldadır. Bilmirəm, deyirəm, bu müharibə olub, bəlkə ora gedib. Çünki maşallah, boy da cəngəvardır. Xanoğlan müəllim, sən bu boya baxına baxanda millət fəxr edir. Abi, ortaya çıx, biz də gedək şəkil çəkdirək. Cəmaat Akşinlə şəkil çəkdirir, bu cəmaatın bir hissəsi sənlə şəkil çəkdirsin. Çünki maşallah, bədənvə görə, boyuna görə fəxr eləyirik sənə. Çox fəxr eləməli olursan sən. Abi, ortaya çıx görək də. Görək bu Azerirosun taleyi nədir, neynirlər? Orada yığışanlar nə oldu? Nə qədər dularvatlar vardı, orada bir şey vardı. O gedib, heç bir şey yoxdur. Dayanıb ora. Gərək bu dularvatları bıraxmıyordun. Abi, maraba baxağım. Ramil müəllim, salam əleyküm. Sən məndən incimirsən, amma mən səndən yox. O gün görürəm bir medal qoymuşsan ora. İndi burada görəcəksin o medalı. Qardaş, bir baxırsan o medal.
onun qeydiyyatı varmı? O verilən təşkilatın. A qardaş, bilmirəm sən ona nə qədər xərc çəkmisən. Onu bir bak benzinə veriblər Şimali Qafqazda. Rostovda yeyib içməyə. Nə bilim, biri deyib ki, filan şey, mən o haqda daha çox dərinə getməyəcəm. O SVO-nun ki kağızları благодарности satılır ha. O yığıram mən. Военный prokuraturaya, bir də Военный Следственный komitete, çünki mən öyrənmişəm. Onu veriləcək. Çünki birini veriblər. Mənim Novorossiyskdə, Novosibirskdə. Sonra da mən pulu verilməyib, altından yazır annulerovan. Məndədir bu kağızlar. Lazım gəlsə burada göstərəcəm. Yığıram bunları. Çünki bu belə olmaz. Artıq SVO-nun kağızı bilmirəm. Karobka mandarına da verirlər. Bizim bu cənub bölgəsində. Ramil bəy, o nədə o qoyduğunu? Medalı qoymusan internetə, hər yerə. Ha, medal lazımdır, gəlsə verim də. O medalın qiyməti valla. Palatkalarda bu. Gazet kiosklarında 200 rublədir. Xərc eləməliyəm, xərci mənə ver. Gəl öz kanalımdan sənə yaxşı medal verim. Qeydiyyatdan keçib. Medalı sən verə bilərsən. Mar təşkilatı qeydiyyatdan keçib, bəli. Hara baxıram sənin medallarındır. Elə o günləri metroya girirdim, elə bir sən o medalı oxşar bir idi, istədim yaxınlaşım, gördüm, yox. O medal deyil, başqaymış. Ağıllı olun, özünüzü bir əl alın. Əvvəlcə, mən çünki səni bir savadlı insan kimi tanıyıram, açıq sənə deyim. İndi səni elə adavət apardığım deyil. Yaxşı dedəndə pis dedə. Mən burada heç bir şey demirəm sənə, incimə. Amma o medala görə öz biabırçılıqdır yəni. Mən açıq sənə deyim. İndi keçək bizim Moskva vilayətinə. Hacı Tahir Babadan danışacağım sizə. Hacı Tahir Baba. Hacı Tahir Babanın o sigaretin ki çəkirsən, kayfulladır. Çünki mən bir dostum var, yaxın. Deyir ki, İrana gedəndə o alkoqolsuz pivələrə hacı pivəsi deyirlər. Mən hacı pivəsi eşitmişdim, ancaq hacı sigareti eşitməmişdim. Bizim Hacı Tahir Baba da sigareti kayfulladı prema. Kim istəsə ondan istifadə eləsin, dərinə getməsin. Çox gözəl. Özdə deyir, heç nə yoxdur. Aya bu nəşə döyü ki, cibi atdılar, öyün tükülsün. Bir maşın sigaret nədir, heç nə döyü. Batistavadır. Söz də belədir. Keçirəm dördüncüyə. Bizim Megapolisin rəhbəri Bəxtiyar müəllimin təşkilatına. Ya, Moskvada bu Çalağay məclisi yaranıb. Qardaş, Çalağay məclisi yaranıb, yaranmamaq. Hər də bunlar məclis eləyirlər, bu qadınlar. Həşim müəllim əlində bir plakat gəldi, assı. Bunu Moskva regional təşkilatı, yəni Bəxtiyar Həsənovun rəhbərliyi altında yaranıb. Ay, bəsün, özünüzü biabır eləməyin. Aya, mən başa düşmürəm, ay Bəxtiyar müəllim, gəl gedək seçkilərə. O şuranı biraz təkmilləşdirək, artıraq, ora bir dəvət elə. Yoxsa peçat cibində gəzirsən, ha, bu cəmiyyəti da semeyni biznesə döndərməyin, qardaş. Özünüzü biabır eləməyin orada. Harada bir şey oldu, şəkil çəkdirdiniz, qoyurdunuz onu saytoza. Mən bilmirəm, o Çalağay məclisində Həşim müəllim də içəri girir. O Arşın Malalanda adaxlыбazlığa gəlir. Nə idi o artistın adı? Gülcəhrənin dalıcan. Arşın Malalan. Sizin o elədiyiniz hərəkətlər onu xatırlayır. Dostlar, mən çox dərinə getmək istəmirəm. Amma çox şeylər var. Bu diaspor rəhbərlərinin birinin də fəaliyyətində bir şey görməzsən. Ancaq belə-belə işlərdir. Hələ mən bunu bildirzə elə şeydən başlayım. Gələn dəfə Allah qoysa o bir şəhərlərdən. Şimal Qafqazdan üzü bəri başlayacağım. Çünki oralarda da yenə öz başınalıqla gedər üzü Stavropoldan üzü bəri. Mənim xəbərdarlığım var. Özünüzə məllə aparın. Deyəsən mən keçmişi yada salacağım. Sağ olun, sağlığına qalın, verilişə baxın, mütləq abunə olun. Sağ olun. Ey bağçalar, Xanolan bəy, ortaya çıx. Səndən bir dənə şey üçün bir ortaya çıx. Sifəti görək. Çünki darıxmışıq.